Salam əziz müəllimlər, hər vaxtınız xeyir, xoş gördük. Bugün sizə MİQ imtahanı qabağı çox vacib sual tipini izah etmək istəyirəm və bu tiplər MİQ imtahanında istifadə olunur. 2025-də də bu tip sualdan istifadə olunur. Demək, A və B variantından ibarət 2 dənə sual var. Binomun açılışı zamanı deyir ki, rasional hədlərin sayını tapın. Birinci variant, yəni A variantı sadədir, rahatdır, amma yenə də təkrar olsun deyə mən bunu izah etmək istəyirəm. Demək, A bəndi belədir. Kök altında 3 ikinci dərəcədən plus kök altında 3-cü dərəcədən 7, qüvvətdə 150. Gəlin bu binomun açılışı zamanı rasional hədlərin sayının tapılmasına baxaq. Bu tip suallarda bilirik ki, kökün dərəcələrinin əkobunu tapırıq, yəni əkob, yəni qüvvət cüt olanda kökün dərəcələrinin əkobunu tapırıq. Birinci kökün dərəcəsi 2-dir, ikincində 3-dür, əkob ilə də 6. Baxacağıq ki, 150-də, 150-nin daxilində 6-ya bölünən neçə ədəd var? Təbii ki, 0-dan başlamaq şərti ilə. Çünki 0, belə deyək də, 6-ya bölünür. Ona görə biz baxırıq elə bilin ki, 0 150 parçasına. 150 daxil, 0 daxil. Qüvvət cüt olanda 0 daxil olmaqla, 150 də daxil olmaqla bu parçada 6-ya bölünən ədədlərin sayını tapacağıq. 0, 6, 12 və sonuncu 150-nin özü də 6-ya bölünür. Demək, bu tip sıra sayının tapılması da təbii ki, məlumdur bizə. 150 çıx 0 bölünsün. Demək, fərq 6-da 6, üstə gəl 1. Bu bizə verəcək 26 dənə. Şimdi burada niyə belə edirik, onu da izah edə bilərəm. Əslində, bunun açılışı zamanı biz bilirik ki, yəni ümumiyyətlə bu binomun açılışı zamanı, məsələn, K-cı həddin açılışı zamanı, K-cı hədd nə olacaq? Kombinezon 150 elementdən K, 3-dü, demək kök altında 3-ü 2-də 1 yazsaq, 3-dü 150 minus K, 3-cü dərəcədən 7-ni, demək 7 üstü 3-də 1 yazsaq, 7 üstü 3-də 1 üstü K. Buradan da biz alırıq ki, demək, kombinezon 150 elementdən K, 3-dü 150 minus K bölünsün 2 və 7 üstü K böl 3. Bax, bu rasional olması üçün, yəni 3 və 7-nin qüvvətləri mütləq, yəni tam ədəd olmalıdır ki, biz buna rasional deyək. O zaman K 3-ə bölünən olmalıdır və 150 minus K 2-yə tam bölünməlidir. Bunun üçün K cüt olmalıdır. Düzdür, 150 minus K 2-yə bölünməsi üçün təbii ki, 150 minus K cüt olmalıdır. Bundan əlavə 150-dən cüt ədədi çıxmalıyıq ki, 2-yə bölünsün. Tək ədəd çıxanda demək 2-yə bölünməz. K demək nə olmalıdır? Cüt olmalıdır. 3-ə bölünən olmalıdır. 3-ə bölünən. Bu görsənir. Bu da o deməkdir ki, təbii ki, K-nın yerinə 0 qoysaq, 0-dan başlamaq şərti ilə 3-ün cüt misilləri 6, 12 və s. ta 150-yə qədər. Bax, belə də daha aydın, daha detallı görsənir. İndi bu cüt dərəcədə bir daha deyirəm, aşağıdakını yazmaya ehtiyac olmadan birbaşa kökün dərəcələrinin əkobunu tapıb həll etmək olar. Keçək tək dərəcəyə. Yəni, bax, ikinci, yəni B variantında gördüyümüz kimi dərəcə təkdir. Görə hələ bunda necə olacaq? Keçənlər ilə imtahanda istifadə olunan, səhv etməmsə, tək dərəcə idi və ona görə də müəllimlərin əksəriyyəti o sualı qarışdırmışdı. Gəlin indi bax buna baxaq. Bunu ilk öncə belə yazıram. Bərabərdir. Demək 5 üstü 2-də 1 plus 2 üstü 3-də 1-in üstü 137. Açış zamanı K-cı hədd olsun. Kombinezon 150 elementdən K, 5 üstü 2-də 1-in üstü demək 150 minus K və 2 üstü 3-də 1-in üstü olacaq K. Ümumi hədd budur da açış zamanı. Bunu da belə yazıram. Kombinezon 150 elementdən K, 5 üstü 150 minus K böl 2 vurulsun 2 üstü K böl 3. Yenə də azca bir təhlil edək burada. Üzr istəyirəm, 150 deyildi burada. 150 yazdım, 137-dir. Bu düzəldə 137. Aha, bunlar 137-dir, 137, bu da 137. Aha, yaxşı. İndi nəyə baxaq? Bax, bu K dedik ki, 3-ə bölünən ədəd olmalıdır, mütləq. 137 minus K nə olmalıdır? Cüt olmalıdır.
137 minus k cüt olmalıdır. Cüt olması üçün k nə olmalıdır? K mütləq tək olmalıdır. Demək, dedik ki, k 3-ə bölünən olmalıdır. Əlavə olaraq nədir? Tək və demək, təki qeyd elədik. Əlavə olaraq dedik ki, 3-ə bölünən olmalıdır. 3-ə bölünən. İndi 3-ə bölünən tək edədilər. Hansılardır? 3, 9, 15. Demək, cütləri atırıq da. Belə-belə ta 137-dən kiçik ən böyük 3-ə bölünən tək ədəd neçədirsə onu yazacağıq. 137-dən kiçik ən böyük 3-ə bölünən ədəd demək 135-dir. Tək ədəd. 137-dən kiçik 137 özü 3-ə elə 137 özü də 3-ə bölünür də. Düzdürmü? Bəli, 137 özü 3-ə yox, bölünmür. Üzr istəyirəm. 135-dir. Ən böyüyü budur. Bax belə. İndi burada bunların sayını tapacağıq. Olacaq buradakı rasional hədlərin sayı verəcək. Demək, olacaq 135 minus 3, yəni sonuncu hədd çıx başlanğıc hədd bölünsün. Fərq neçədir? 6 artır. Üstəgəl 1. Bu da bizə nəyi verəcək? Rasional hədlərin sayını. 132-ni 6-ya böləndə 22, o da bir 23. Demək, B variantında binomun açılışı zamanı 100, daha doğrusu 23 dənə rasional hədd olacaq. Belə. Ümid edirəm ki, sizlər üçün faydalı bir izah oldu. Sağ olun, hələlik.